onun üstündə işləmək istəyirəm. Buyurun, Tamla buyurun. olanları, tamla O olanları barədə, yəni müəyyən faiz sisteminə keçmək. orada mənim öz kitabımda onunla bağlı nəzəriyyə hissəsində var, tapşırıq da var. Deyin məsələn, bir ədəd dediniz və ya onu təkrarlayın. 7 tam neçə dediniz? Məsələn, 7 tam, məsələn, 16 tam onda 5 ədədini, onluq say sistemində verilən ədədi keçirdirik Bəli, 8-ci say sisteminə, düzdür? Bunun bəli, bəli. 16 hissəsini elə köhnə 8-ə üsulla, bölünür. bəli, 8-ə bölə-bölə gedirik. Hə, 8-ə bu, böləndə bura düşəcək 2 0 düşəcək, düzdürmü? bəli. Yerdə qalan 0,5-i biz vuracaq 8-ə. 0,5-i vuracaq 8-ə. 8-i say sisteminə keçirdiksə 8-ə. Onu başqa say sisteminə keçirdiksə, hansı say sisteminə keçirsə ona vuracaq. Məsələn, 0,5-i vurduq 8-ə. 0,5-i 8-ə Elədi vuranda 40. e, 0,4 alınır da, düzdürmü? 0,5-i 8-ə vuranda Müəllim 0,5-i vurduq 8-ə 4 alınır. Yox, tam oldu. 4. Oldu. Deməli, bu da oldu 20 tam onda 4. Yəni belə. İndi burada 3 hal var müəllimlər. Birinci hal ondan ibarətdir ki, hər hansı bir, indi bizim burada mən seçdiyim ədədlər bir dəfədən həll olundu da məsələ. Birinci odur ki, vurma zamanı ədəd tamamlana bilər. Tam ədədə tamamlana bilər. Bu zaman dayanırıq. İkinci hal odur ki, burada müəyyən bir mərhələdən sonra təkrarlanma baş verə bilər. Üçüncü hal budur ki, nə vurduqca tam ədədə tamamlana bilməz, tamamlanmaz. Hər dəfə fərqli ədəd alınar. Nə də ki, təkrarlanma baş verməz. O zaman əgər tamamlandısa, baxın, biz birinci mərhələdə 0,5-i 8-ə vurduq, 4-ə tamamlandı, dayandıq. Ola bilər ki, tamamlanmasın. Bir dəfə mövzusunu 0,2 aldın, təzədən bir də vurdun, başqa bir ədəd aldın. Üçüncü, dördüncü etapda hansısa bir mərhələdə aldığımız yeni bir şey alındı. Təkrarlanma baş verirsə yenə dayanırıq. Bəs birdən tamamlanmadı, həm də təkrarlanma olmadı. Onda nə edirik? Onda məsələnin şərtinə deyir ki, məsələn, 4 dəqiqliklə keçirdin. Yəni 4 dəfədən sonra dayanın. Hı Məsələn, hı. tutaq ki, 40 tam %44-ü onluq say sistemində verilən ədədi biz keçirdirik, deməli hara? Biz keçirdirik 16-lıq say sisteminə, 16-ya. 40-ı 16-ya bölürük. 40-ı 16-ya böləndə 2 dəfə düşəcək. 2 dənə 16, 32, qaldı 8. Bu elədi 28. Düzdür? Bu 0,44 hissəsini biz 16-ya vurmalıyıq. 0,44-ü vurmalıyıq 16-ya. 0,44-ü 16-ya vuranda dəqiqə inşallah. 0,44 hissəsini mikrofon kimdəsə açıq qalıb, bağlasın zəhmət olmasa. 7 tam %4. 16-ya vuraq. Bəli, görək nə alırıq. 0,44'ü vurdum 16'ya. Aldı 7,4. Bax bunun tam hissəsi olan 7'ni yazıram bura. Yerdə qalan 0,4'ü yenidən 16'ya vurmalıyam. 0,4'ü vurmalıyam 16'ya. Alındı 0,64. Düzdürmü? 0,64. Bunun tam hissəsi sıfırdır da. Sıfırı yazıram. Yerdə qalan 0,64'ü yenidən 16'ya vurmalıyam. 0,64'ü 16'ya vuranda eləyəcək 10,24. 10,24'ün tam hissəsini, yəni 10'u yazacağım. 10 da axı A deməkdir 16 say sistemində. Yazdım 10. Bunun kəsr hissəsi olan 0,24'ü bir də vururam. Amma baxım gör mənə vurma zamanı təkrarlama olmayıb ki, 0,24 almamışıq ki, hələ almamışıq. Bu 0,24'ü yenidən vurmalıyam 16'ya. 16'ya vuraq görək nə aldı. 0,24'ü də 16'ya vuranda %24'ü vuranda 16'ya 3,84. Alındı 3,84. İndi bunun tam hissəsi olan 3'ü yazıb 0,84'ü bir də vurmalıyıq. Amma görürsünüz, hər dəfə vuranda fərqli şeylər alır. Təkrarlanma baş vermir.
%84'ü bir də 16-ya vuraq. 13 tam %44. Məsələn 13'ü yazacağam bura. 13 nədir bizdə? D. İndi mən 0 tam %44'ü vururam. Amma görürsünüz, hər Təkrarlandırmalı. təkrarlama yoxdur. Əgər hansısa bir mərhələdə əvvəl aldığım hissə, məsələn, 0,4, 0,6 Təkrarlandı da Razim müəllim indi. Təkrarlandı. 0,44 Sürekli təkrarlandı. aldığınız təkrarlandı, bitdi, hə, düz deyirsiniz, təkrarlandı, bitdi. Əgər təkrarlanmasa, onda yenə də o məsələnin şərtini deyir ki, məsələn, 4 dəqiqlikdə, 5, Ülviyə müəllimə ekranı bağlayın. onda o nə edəcək? Orada dayanacaq. Rasim müəllim, çox sağ olun. Bəli, Yəni aydındır. müəllim tam ədəd alınana kimi vururuq da. Mən belə Yox, başa həmişə düşdüm. tam ədəd alınmır axı müəllimə. Bilirəm, Yox, yəni təkrarlanma. o tam ədəd Təkrarlanandan alınanda sonra təkrarlama dayanır da. Tam ədəd alınanda da Tam ədəd dayanırıq. olmaya da bilər. Tam ədəd alınıb Şərtdən təkrarlanma asılıdır da, olanda şərt dayanırıq. verilirsə o. Bəzən Hə. tam ədəd alınmır, nə də təkrarlanma olunmur. Hər dəfə fərqli ədədlər alınır. O zaman məsələnin şərtinə deyir ki, filan dəqiqliklə edin. Hə, Yəni- anladım. Çox sağ olun. Yəni şərtdə Sağ deyir olun. ki, 4-cü həddəcən və yaxud da 5-ci həddəcən. Deyir ki, Onacan gedirik. Məsələn, 4 dəqiqliklə ilə 3 Nevronluq dəqiqliklə. kəsirdi də Toçun riyaziyyat. Bəli. Hə, davam edək. Verilənlər bazı cədvəlində bal bərabərdir 37.000. Biz bunu yazdıq. Yox. Yox, Xeyr, vaxt qurtardı. xeyr müəllim. Hə, bal bərabərdir Elbette. 37.000. O zaman yazırıq birinci, ikinci, yox 37.000 böyük bərabərdir də. Hə, birinci, ikinci, sonra üçüncünü də yazaq. Üçüncü, dördüncü, sonra altıncı, sonra bu azdır. 11-ci. 8-ci də var axı 37.108. Bəli, 8. Sonra 9-a baxaq 36.000 yox, 10-cu var 33.000 yox, 11-ci var və bitdi. Aha. Bal bərabərdir. And bal kiçik bərabərdir. And bal kiçik bərabərdir 40.000. 40.000-dən kiçik olanları indi tapaq burada. Üçüncü, sonra 5, beşinci, 6, 7, altıncı, yeddinci, səkkizinci, sonra 9. Oradan aşağı hamısı elədir. 9, 10, 11, hamısı da 12, 13, 14. 11, 12, 13 və 14. Bu getdi. Sonra nə deyir? And qrup 3A or 3B. Qrup 3A, 3B olanları götürəcək. 3A olanlar 3-cü, 4-cü, 5-ci, sonra bu neçədir? 7-ci, sonra gözümüzdən nəsə qaçmadı. 7-ni götürdük, bu da 9-dur. 9-cu, sonra 11'dir də bu, hə? Əskər Novruzov. 11 düz Burada bax. elə AB'nin hamısını götürmək olar da zaten o Bəs oldu arada. götürürük, bəli. 11, 12, 13. 11, 12, 13. Aha. İndi burada nə alındı? Burada eyni olanlara baxaq. Enddir. 1, end Yoxdur bir. yoxdur, Yox. yoxdur. 2. 3 var. Burada 3'dən Üç, başlayır da. 3. Sonra 4 burada yoxdur. 6 Altı var. var. 8 var. Səkkiz. Və 11'i də götürmüşdük də biz burada deyəsən, hə? 11 də var idi. Götürmüş ama yazmadı deyəsən. Yox. Dedi Müəllim, zaten. 6 hardan gəldi ki? 6 ikinci mötərizədə yoxdur axı. Necə Var. bu? Əndən sonra. Var O axı. yox, o aşağıdakindən. Hələ biz bu mötərizənin həll Hə, etdik. Hə, onu həll edirsiniz. Yox, bu Orada 12, 11 də 13'dür. olmalıdır. 11 yoxdur burada. 11 bu tərəfdə yoxdur. İndi burada Müəllim 11-də 40-da axı. 11, 12, 13, 14 hamısı 40-da. 11 götürülür onda. Var müəllim, oradan 3, 6, 8, 11 çıxır.
11 burada 11 dedi müəllim, 11 dedi amma yazmadı. yazmadım. Eybi yox, yazma. Onda yazaq yaxşı. 11 and bunların cavabı. Ee, onda bunları da yazsaq 3'ü götürəcəyik. Sonra burada nə qaldı? 11, 3, 11. 11. 8 11. 3 A variantı. 3 11 A Hı variantı. hı. Kitab mağazalarında müxtəlif müəlliflərin kitabın satış haqqından verilən bazın fraqment verilmişdir. Aha. Cədvələ görə Saturn mağazasında ən çox kitabı satılan müəllifi təyin edin. Saturn mağazasında. Mağazanın adı Saturn. Kodu 204. Başqa. Sonra 204-də deməli Qılman Qılman İlkinin 67 kitabı satılıb. Xəlil Rızanın 56, Mikail Müşfiqin də 78. Deməli, ən çox Qılman İlkinin kitabı satılıb da, düzdür? Doğru cavab Niyə 78? 78 üzr istəyirəm. Mikail Müşfiqin. Müşfiq değil. Mikail Müşfiq. Müşfiqin bəli, ən çox Mikail Müşfiq olur. Cədvələ görə riyaziyyat fənninə birinci qrupun neçə tələbəsinin yazıldığını müəyyən edin. Riyaziyyat fənninə. Deməli, riyaziyyat fənninin kodunu gəlin müəyyən edək. Riyaziyyat fənninin kodu deməli 26. 224, 225, bir də 226-dır. İndi birinci qrupun neçə? Yalnız birinci qrupun neçənci? Birinci qrupun neçə tələbəsi? 224, 224, 25, 26. Düzdür? 224 deməli ikinci qrupdur. 25 Birinci birinci qrupdur. qrupdur. 25 ilə 26 birinci qrup. 226-dır bir də. 24 ikinci qrupdur. 25 birinci qrupdur. Babayeva Kıfı yazılıb. Bir də 26 birinci qrupdur. Rüstəmova Otu. Deməli 2 nəfər yazılıb da. 2 nəfər. Ümumi say 150-dən çox olsun. O zaman yazıram ikinci, üçüncü, beşinci. And qalıq da 50-dən böyük olsun və bərabər olsun. Birinci, ikinci, dördüncü. Eyni zamanda beşinci. 5-ci. 2, 3, 5 and 1, 2, 4-dən hər ikisində uyğun olan 5. 2, 5. 2, 5. 2-5. 2, 5. Doğru cavab B variantı. Cinsi kişi olsun. Cinsi kişi olan ikincidir. Üçüncüdür. Beşincidir. 5. Yedincidir. Vəzifəsi mühasib olsun. Vəzifə mühasib and maaşı 1000 olsun. Vəzifəsi mühasib olanlar birinci, üçüncü, dördüncü, yedinci. And maaş da 1000 manat olsun. Maaş bərabərdir 1000. O zaman bir dənə 3 gəlir də, düzdür? Başqa var? Bir də müəllim 7. 7. 7. 7. İkisi gəlir. İndi burada 2, 3, 5, 7, and 1, 3, 4, 7, and 3, 7-dən elə 3, 7 çıxır. 3-7. Bu da olur 2 C. nəfər. Cinsi qadın olmasın. Yəni cinsi kişi olsun. Cinsi kişi olsun. Gəlin lap belə eləyə bilərik də. Biz bunu eləyə, mötərizəni tapaq, əksini götürək. Cinsi qadın olsun. Qadın olsun cinsi. Birinci, dördüncü, altıncı. Or, vəzifəsi baş mühasib olsun. Vəzifəsi baş mühasib olan 2-dir. Deməli, bir dənə 2-dir. Or, maaşı da 1100-ə bərabər olsun. Maaşı da 1100-ə bərabər olsun. Bu da olsun. 5.
5. İndi bunun birləşməsi olacaq. Deməli 1, 2, 4, 5, 6. İndi biz bunu inkarırsa 1, 2, 4, 5, 6'nı götürməsək nə qalar? 3 ilə 7 3-lə qalar. 7. Cavab C variantı. Müəllim, həmən tapşırığın bir dənə sonuncu hissəsini deyərdiniz də nəyə görə olmayanları götürdü orada. Axı not var qarşısında müəllimə. İnkardır da bu. Biz Hə, bunları hə, tapdıq, tamam. olmayanları götürdük. Çox sağ olun müəllim. Sağ ol. Cinsi qadın olsun. Hı -hı. Cinsi qadın olsun. Deməli, birinci, dördüncü, altıncı. And vəzifəsi də mühasib olsun. Birinci, üçüncü, dördüncü, yedinci. İndi burada olur birinci ilə dördüncü. Düzdürmü? Qarşısında not varsa birinci ilə dördüncünü inkar etsək, deməli qalar sayını soruşur. 1, 2, 3, 4, 5. Doğru cavab D variantı. 30'da D variantı. Sayını soruşur axı bizdən. Aydındır. Aydın Aydın müəllim. müəllim, aydındır. Verilənlər bazasındakı abonentlər cədvəlindən soyadı Mikhailov və ya Mikhailli olan, yəni Mikhail soyad bərabərdir Mikhailov or, soyad bərabərdir Mikhailli olacaq. Ev ünvanı 28 may küçəsində olsun və ev telefonu 7 rəqəmli olub, 7 rəqəmi ilə bitsin. Deməli, sual işarəsi ilə yalnız bir simvolu əvəz etmək olar. Ulduz simvolu ilə isə istənilən sayda simvolu əvəz etmək olar. Məsələn, 7 hərfli bir sözdə bir dənə ulduz qoymaq kifayətdir. Əgər sual qoyacamsa, deməli burada mən 7 dənə sual qoymalıyam. Çünki hər sual yalnız bir dənəsini əvəz edir. İndi görək bu hansı olacaq. Soyadı Mikhailov və ya Mikhailli olan. Soyadı Mikhailov, or soyadı Mikhailli. Ünvan 28 may küçəsi. Ev telefonu da 7 rəqəmli olub, sonu 7 ilə qutarsın. 1, 2, 3, 4, 5, 6 dənə sual var. Və sonuncu da 7. Sonuncu da ki, deməli 7 ilə qutarsın. O zaman doğru cavab C variantı. Verilənlər bazasında sayı 35-dən fərqli olsun. Bax, bundan əvvəlki hissəmizdə dedik ki, bu işarə fərqlidir deməkdir. Sayı 35-dən fərqli olanların siyahısı, nömrəsi daha doğrusu, sayı 35-dən fərqli olanlar. Yazıram birinci, ikinci, dördüncü, beşinci, altıncı 6. və salam. Or, rəngi qara olsun. Qara olan ikincidir. Bir də qara olan 8-cidir. Or, ölkə Koreya olsun. Ölkə Koreya olsun 7 və 8. 7 və 8. Mötərizəni bağlayırıq. And say da 25 olsun. Say 25 olsun. Say 25 olanlar dördüncüdür. Və bir dənə say dördüncüdür. Burada yerləşdirmək olar 4. Bir dənədir də. Sonra ölkə də İngiltərə. Or, ölkəsi İngiltərə olanlar deməli üçüncüdür, dördüncüdür və salam. Əvvəl mötərizənisini həll eləyək. 1, 2, 4, 5 or. Bunlar birləşəcəklər. 1, 2, sonra 4, 5, 6, 7, 8. And deməli 4 or 2, 3, 4-dən də deməli 4, 2, 3, 4. 3, 4. İndi and olduğuna görə hər ikisinin olanlar 2-dir. Bir də 4-dür. 2 də 4 olanlar bizdə nəyə soruşur? Yazı 2 və 4. 2 və 4 olanlar. 2 və 4 olanlar. 3, 4, oradan 4 çıxır. Buradan yox, bir dənə 4 çıxır axı buradan.
Bir dənə 4 çıxır. Orada hə 4 Hə, çıxmalı o deyə A müəllim. variantı Rolls müəllim. Royce Hə, bəli. Rolls Royce. 4 çıxmalıdır. Verilənlər bazası cədvəlinə hansı sorğu tətbiq edilərsə, arıq, ayıq, açıq sözləri tapılmayacaq. Deməli, arıq, ayıq, açıq sözlərində 4 hərf var. A variantında 3 simvolu verib, bir sual verib, qoyub, 2 dənə ırq qoyub. Bu sualla yalnız bir simvol əvəz eləmək olar. Və bu minvalla da biz orada 3 simvol əvəz edə bilərik. Deməli, arıq, ayıq, açıq sözlərini əvəz edə bilmərik. Doğru cavab olacaq elə A variantı. Amma B variantında ulduz qoyub, bir ulduzdan istənilən sayda qoya bilərik. Deməli, A variantında tapılmayacaq. 3 hərfli söz alınacaq. Verilənlər bazasındakı cədvəldə aşağı söz tətbiq edərsə, məktəb nömrəsi 214, məktəb nömrəsi 214 olanlar 3-cü və məktəb nömrəsi 214 8-ci. Or 276 olanlar 276 bir dənə 5-cidir, bir də Bunlar 7-cidir. əksəriyyət eyni tip tapşırıqlardır Razım müəllim. Bəlkə baxaq aşağılarda fərqli, biraz çətin nə varsa onları eləyək. Bax, eyni tip şeylərdir. Nömrəsi 62 olan. Zaten müəllimə az qalıb da bitir onsuz da. Nömrəsi 62 olanlar. Məktəb nömrəsi də 62 olanlar 2-dir. Məncə bitdi də bir dənə 2-dir. Bu bağlandı. And balı 73-dən böyük bərabər olanlar. Birinci, üçüncü, yox balı. Birinci 73-dən böyük bərabər olanlar. Üçüncü, dördüncü, altıncı və 8-ci. Deməli, 3, 8, or 5, 7, or 2-dən alınacaq, 2 alınacaq, 3 alınacaq, 5 alınacaq, 7 alınacaq, 8 alınacaq. And balı 73-dən böyük olanlar düz yazdıq, 1 yazdıq, 3 yazdıq, 4 yazdıq, hə düz yazmışıq. And 1, 3, 4, 6, 8-dən də oxşar olanlar hansılardır? 3-dür və 8-dir. Balın qarşısında not var, Razım müəllim. Hə, onda bunlar olmasın. Necə? Balın qarşısında not var. Hansı? Bəli, bəli. 73-dən böyük olanların əksi 73-dən o da kiçik bərabər olanlar götürəcəyik də biz. 73-dən kiçik bərabər olanlar. Onda bu nömrələr olmayanları götürək də. 73-dən kiçik bərabər olanlar deyirsə, onda bunlar olmasın da biz 70-dən böyük bərabərləri götürdük. O zaman bunlar olmayacaq. 73-dən kiçik bərabər 2-ni götürəcəyik. 73-dən kiçik bərabər 5-i götürəcəyik. Və 7-ni götürəcəyik. İndi buradan da oxşar olanlar hansıdır? 2-dir, 5-dir, 7-dir. A variantı. Verilənlər bazasının fraqmentində ailə münasibətlər haqqında məlumat verilmişdir. Verilən münasibətdə Məmmədova Aİ-nin nənəsinin soyadını və baş hərfini tapın. Deməli, biz Məmmədova Aİ-nin əvvəlcə valideynini, sonra onun da valideyni tapacaq. Məmmədova Aİ-nin nömrəsi 23-dür. İndi 23-ün valideyni tapacaq. 23-ün valideyni 13-dür. 23-ün valideyni 85-dir. Vəssalamda. 23-ün valideyni 13-dür və 85-dir. İndi biz 13 və 85-in valideyni tapacaq. 13-ün valideyni övlad 13, valideyni 82-dir və 95-dir. 85 də burada göstərməyib. Deməli, 82 kimdir? Baxaq görək 82 kimdir? Qaralı anı, bu kişidir. Bu babadır. Deməli, 95-də cəfərli tını qadındır. Deməli, onda cəfərli tını olacaq. Doğru cavab cəfərli tını. E variantı. Aydın oldu. Razım müəllim, bir də bunu deyin də. Bu belə məsələləri birinci hardan başlayırsan? Belə adam qarışdırır. Birinci deyir ki, baxın, Məmmədova Aİ-nin nənəsinin soyadını. Biz əvvəlcə baxırıq cədvəldə Məmmədova Aİ-nin nömrəsini tapırıq. Baxın, Məmmədova Aİ-nin nömrəsi 23-dür. Nənəni tapmaq üçün
valideyni tapmalıyıq da, düzdürmü? Nənə valideyni daxı. İndi ona görə də Məmmədov Aİ-ni, yəni 23 nömrəlinin övlad siyahısında 23-ün valideynini axtaracaq. Bax, bu siyahıda övlad və valideyn. 23-ün valideyni 13 nömrəlidir. 23-ün valideyni 85 nömrəlidir. Övlad 23, valideyn 13. Övlad 23, valideyn 85. Deməli, 13, 23 nömrəli valideyni 13 və 85-dir. İndi biz axı nənəni axtarırıq. Deməli, 13 və 85-in də valideynlərini axtarmalıyıq. O zaman övlad siyahısında 13 və 85-in valideynini axtaracaq. Övlad 13-ün valideyni 82-dir. Övlad 13-ün valideyni 95-dir. Amma 85 burada yoxdur. Deməli, indi gəlib axtarırıq 82 və 95-in kim olduğunu. 82 və 95-in kim olduğunu. Baxırıq cədvələ. 82 nömrəli qaralı anıdır. Amma bu kişidir. Deməli, bu nənə deyil, babadır. 95 isə cəfərli tınıdır, bu qadındır. Deməli, nənədir. Məmmədova Aİ-nin, deməli, qaralı anı Məmmədova Aİ-nin babasıdır. Amma kişidir. Cəfərli tını isə Məmmədova Aİ-nin nənəsidir. Deməli, bizə də nənə lazım idi. Oldu 95. Cəfərli tını. Aydın oldu. Yine aydın olmadı. Burada C değil doğru varyant yoksa Niye? ne bilmem. Qaralı İA. Qaralı İA tapmadı bax. Qaralı İA onu tap. O olmur axı. Qaralı İA olmayacaq. Ben bu suallar asan değil tek belə düşer. Təki. Yox, doğru cavab müəllimə cəfərli tını tapdı. Sınaqda var idi belə sual. Düz day müəllimə, düz tapırsınız. Kitabın dalında düzdür. Hansı düzdür müəllimə? Cəfərli tını deyil. Bəli, bəli. Bəli, bəli, Y variantı. Düz tapdın. Kredit faizi kiçikdir 30. Kredit faizi 30 olanlar 1 nömrəli, 2 nömrəli, 3 nömrəli, sonra 5, 5 nömrəli, 6. 6 nömrəli. And əməli başda burada bankın reklamı getdi. Mən bu videonu YouTube görsəm bu banklardan pul ala bilərəm də reklam elədim onları. Depozit faizi 12-dən böyük olmasın. Depozit faizi 12-dən böyük olmayan kiçik bərabər. O zaman birinci, Not değil izlemedim. ikinci 12-yə bərabər olan. Üçüncü böyük 12-dən kiçik bərabər olan. Hə. Sonra beşinci vəssalam. And filial sayı ondan çox olmayan. Filial sayı ondan çox olmayan deməli birinci ondan az və bərabər olanlar. Birinci, ikinci. Bu endi bu or eləyəcək də, düzdür? Not filial bir dəqiqə hamısına aiddir də bu. Yoxsa Evet. bir dəqiqə not da hamısına Bəli, müəllim, hamısını. or filial sayı 40-dan böyük olmayanlar. Böyük 40-dan bərabər olur. böyük bərabər olanlar. 40-dan böyük bərabər olanlar da 6-dır. Bir də 7-dir. İndi gəlin birinci mötərizəni tapaq. 1, 2, 3, 5 and 1, 2, 3, 5-dən 1, 2, 3, 5 çıxacaq. And 1, deməli burada 2, 6, 7. 6, 7. Bunların ikisi çəkişməsi də olur 1, 2. Doğru cavab C variantı. C. 37. Yaşı 25-dən böyük olsun. Yaşı 25-dən böyük olsun. Deməli, ikinci olsun, üçüncüdür, dördüncüdür və beşincidir. Maaşı 950-dən kiçik olsun. 950-dən kiçik olan ikincidir, üçüncüdür, dördüncüdür. Bu getdi. And deməli, soyadı ə ilə başlamasın. Notda axı, ə ilə başlamayanda Həsənov 2,
Dəmirov 3, İmanlı 5, Rüstəmli 6. İndi burada 2, 3, 4, 5 hər ikisində olanlar deməli. 2 burada da var, burada da var. Götürəcəyik. 3-ü götürəcəyik. 5 götürəcəyik. 2, 3, 5 olacaq burada. 2, 3, 5. Bizdən nəyi soruşur? Nömrəsini soruşur. Hansı nömrələr? 2, 3, 5. 37-də oldu. 2, 3, 5. 38. Verilənlər bazası fraqmentinə əsasən not informatika kiçikdir 22. İnformatikası 22-dən kiçik olmasın. 22-yə bərabər və 22-dən böyük olanları götürəcək. İnformatikası 22-yə bərabər və 22-dən böyük olanlar. Deməli, ikinci, 2, dördüncü bitdi. And or oldu. Məntiqi 28-dən kiçik bərabər olanlar. Üçüncü, dördüncü və altıncı. Bağladıq bunu. And xarici dili kiçik bərabərdir 19 olanlar. Xarici dili 19-dan kiçik bərabər olanlar deməli 19-un özü üçüncü, dördüncü, beşinci və altıncı. Müəllim, orada and ora çevrilmir. Not var ya, o birinci not. Hamıya aid deyil. Mötərizədədir o. Ən başdakı da otudur müəllim. Əsasən yanındakı mötərizəçi. Necə müəllimə? Orada o and var ya, ortada qoymuşsunuz. O and ora çevrilmir. Yəni birinci not ona da aid deyil ki. Mötərizə bağlı deyil orada. Mötərizə Bağlı deyil, mötərizə bağlanır. axırda bağlanır. Yox, Hə. əslində müəllimə düz deyir. Axı bizim mötərizəmiz burada bağlanıb. Əsas Burada mötərizə bağlanır, hə, onu bəli, əndə də təsir Hamısına edir. aiddir. O Not zaman hamısına aid. hamısına aiddir. Bəli. Onda Or məntiq, olur orada, hə. onda biz Yəni, bunu, hə, orada or olur, hə. Olmalıdır. onda bunu 10 eləyək. Hı. Or eləyək. İndi bunu da dəyişməliyik də. Xaric dili böyük bərabər 19, kiçik bərabər 19-u biz xaric dili böyük 19 götürməliyik də, düzdür? Əgər not xaric dili böyük 19 olanlar birinci, elə bir dənə birinci olur da. Elə bir dənə birdir. Bunda birləşməsi nə olacaq? 1, 2, 3, 4, 6. 4 oldu. Cədvəldə maaş sahəsi üzrə azalma sırası ilə çeşidləmə apardıqda Vüsal neçənci yazılı olacaq? Maaş sahəsi üzrə azalma. Çoxdan aza. Çoxdan aza gedirsə, onda birinci olacaq Əlpaşa. Razı müəllim, bayaq ki tapşırığın cavabı nə oldu? 1, 2, 3, 4. Harada yazdım? 1, 2, 3, 4, 6. 2, 3, 4, 6 olmalıdır ya orada. 2, 3, 4, Məndə. 6 olmalıdır. 1, Mən, 2, 3, 4, mən də 6. həlləyəndə elə çıxıb mənə. 2, 3, 4, 6. Bir dəqiqə baxaq görək biri niyə götürmədik biz? Qarşıdakı nota görə qarşıda Nota, hə, bir düz deyirsin. Bir orada alınmır, düz deyirsin. Not olur. 2, 3, 4, 6. Bəli. Deməli, birinci olur Əlpaşa. İkinci olacaq 2000, deməli 300-dən sonra 1300 gəlir. İkinci olacaq Eltac. Sonra üçüncü olacaq 850 manat maaşla İman. Sonra 850-dən sonra gələcək, deməli kim gələcək? Bəhruz gələcək. Dördüncü Bəhruz, bizə Vüsal lazımdır da, düzdür? Dördüncü Bəhruz. Sonra beşinci, deməli bu getdi. Bunu yazdım, Elə Vüsal bunu olur yazdım, 5-ci bunu yazdım. deyəsən. Beşinci, deməli Rüfət dördü, Vüsal gəlir. Vüsal, Vüsal. Deməli Vüsal beşinci oldu, bəli, 5 nömrə. Aşağıdakı tikinti şirkətləri haqqında verilənlər bazası cədvəlinin fraqmenti verilmişdir. Cədvələ görə neçə şəhərin şirkətlərin fəaliyyət istiqaməti ofisdir. Neçə şəhərin fəaliyyət istiqaməti ofisdir. Deməli, ofis olan MTK C1-dir. MTK C1. Sonra ofis olan MTK G2. C2'dir. Bir de ofis olan MTK MTK. MTK
M-dir. M. MTK C1 yerləşir Gəncədə, MTK C2 də Gəncədə. Bunu biz bir şəhər götürəcəyik. Çünki şəhər olaraq deyir də. Sonra MTK M isə yerləşir Mingəçevirdə. Deməli iki şəhər, bəli, Gəncə və Mingəçevir, bəli. Aşağıda yüngül atletika üzrə dünya çempionları haqqında məlumat verilib. Nə deyir burada? Cədvələ görə neçə ölkənin idmançısı hündürlüyə tullanma üzrə birinci yeri tutmuşdur. Hündürlüyə tullanma Coleman tutub, Rüstəmov tutub, Rivera tutub, Carter tutub. İndi baxaq görəyələ. Carter ABŞ-dır, sonra Rivera ABŞ-dır. Onları bir götürdük. Rüstəmov Azərbaycandır, Coleman da ABŞ-dır. Sonra kim tutmuşdu? Deməli, Konikov tutmuşdu. Deməli, 3 ölkə oldu da Azərbaycan, Rusiya və Amerika. 41-də doğru cavab oldu 3. 3 oldu, 2 oldu. Bir də baxaq. ABŞ oldu. Deməli, hündürlüyə tullanma Coleman'dır. Rüstəmovdur. Rivera'dır, Carter'dir. Coleman ABŞ-dır. Carter ABŞ-dır. ABŞ. Sonra Rüstəmov Azərbaycan. Azərbaycan. Sonra kimi tapmışdıq biz? Rivera. Rivera da ABŞ-dır. Götürmədik.